Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin, o cümlədən Arahi Kartunyan, David Babayan, Arkadi Qukasyan, Bako Sakyan və digərlərinin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Məhkəmə Kompleksinin yeni inzibati binasında hərbi məhkəmənin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçən açıq məhkəmə prosesində dövlət ittihamçıları ittiham aktının nəticəvi hissəsinin elanını artıq başa çatdırdı. Mən ittiham aktından bir neçə mühüm məqamı tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm. İttiham aktında qeyd olunur ki, Ermənistanın xalqımıza qarşı və Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 925 Azərbaycanın yaşayış məntəqəsi, o cümlədən 12 şəhər və 18 qəsəbə işğal olundu və nəticədə həmin ərazilərdə yaşayan Azərbaycanlıların öz doğma yurd yuvasından didərgin salınması və bu zaman 18.850 nəfər Azərbaycanlı qəsdən qətlə yetirilib, 56.268 nəfər vətəndaşımız Azərbaycanlı isə yaralanıb. Azərbaycanın təkcə silahlı qüvvələrini, hərbi arsenalına 1 milyard manatdan çox ziyan dəyib. Ümumilikdə isə Azərbaycana və xalqımıza qarşı vurulmuş ziyanın məbləği 100 milyard manatdan çoxdur. Bu ittiham haqqında əksini tapan faktların yalnız bir neçəsidir. Və hal-hazırda məhkəmə prosesində hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə onlara qarşı irəli sürülən ittihamın mahiyyətini, eyni zamanda Cinayət Məcəlləsində onlara qarşı irəli sürülən maddələrin hansı, nə qədər cəzada əks olunması, nə qədər cəzanın gözlənilməsi və onların hər bir təqsirləndirilən şəxsin hüquqlarını izah edir. Və eyni zamanda onlardan özlərini, onlara qarşı irəli sürülən ittihamla üzrə təqsirli bilib-bilmədiklərini soruşur və onlar bu suala cavab verməzdən əvvəl isə təqsirləndirilən şəxslərə müdafiəçiləri ilə konfidensial görüş təyin olunub. Məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilən 15 nəfərin hər biri vəkillə və eyni zamanda özlərini başa düşə bildikləri dildə tərcüməçi ilə təmin olunublar. Biz mütəmadi olaraq məhkəmə prosesindən tamaşaçılara məlumatlar çatdırırıq. Gün ərzində bizim bu barədə növbəti buraxılışlarda daha geniş məlumatlarımız və reportajlarımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.